Quru və bəlğəmli öskürəyə təbii çarələr. Öskürək səni gecələr yatmağa qoymur. Quru öskürək boğazını yandırır. Bəlğəmli öskürək isə sinəni doldurur. Gəl evdə olan təbii vasitələrlə bunu yüngülləşdirək. Quru öskürək üçün 1. bal və ilıq süd. Bu vasitə boğazı yumşaldır. Qıcıqlanmanı azaldır. Yatmazdan əvvəl 1 stəkan kifayətdir. 2. kərə yağı və bal qarışığı. Boğazı yağlayır, quruluğu azaldır. Xüsusilə gecə öskürəyində təsirlidir. 3. Zəncəfil çayı. Bu çay iltihabı azaldır. Boğazı rahatladır. Biraz limon əlavə etsən, təsiri daha güclü olar. Bəlğəmli öskürək üçün isə 1 qaynadılmış soğan suyu. Bəlğəmi yumşaldır və çıxmasını asanlaşdırır. 2. Kəklik otu çayı. Bu çay tənəffüs yollarını açır. Mikroblara qarşı təsirlidir. 3. İsti buxar vannası. Sinəni açır, nəfəs almağı rahatlaşdırır. Sadəcə isti su buxarını 5-10 dəqiqə udmaq kifayətdir. Amma unutma, öskürək 1-2 həftədən çox davam edirsə, qızdırma və ya sinə ağrısı varsa, mütləq həkimə müraciət et. Sağlamlıq evdən başlayır, amma nəzarət də vacibdir. Videonu yadda saxla. Bəlkə bir gün lazım oldu. Daha faydalı məlumatlar üçün abunə olaraq kanala keçid edə bilərsiniz.